Salam uşaqlar, D variantının izahını təqdim edirəm. Şəklə uyğun deyir sözü seçin. Gördüyümüz kimi düymədir, bəli. C variantı. Şəklə uyğun sözü seçin, sətirdir, bəli. B variantı. Sonra şəklə uyğun sözü tapın, seçin, bəli. Top A variantı. Nurayın gəlinciyi bu A variantında var idi uşaqlar. Babası Nuraya gəlinciyi alır ad günü hədiyyə, sonra keçək suala. Baba deyir Nuraya gəlinciyi aldı çünki Nurayın ad günü idi, bəli. B variantı. Baba ilə nəvə gəlinciyi nə üçün əsaslanmışdı? Nağıl qəhrəman adı idi, bəli. D variantı. Nuray gəlinciyi harada itirdi? Oyun meydançasında, bəli. C variantı. Sizcə baba satıcı qıza nə pıçıldadı? Nuray bütün gecə onun üçün ağlayıb. Sizdə həm xeyir aşalar. Sizdə həmin gəlincikdən qalıb bu C variantı. Gəncə, Naxçıvan, xeyr, Gəncə, Şəki, Şuşa, Naxçıvan. Yəni A variantı olaraq sıralanır. Alisa hansı şəhərdən göndərdiyi məktubda onun yerli əhalisi Şəki əhalisi, bəli. C variantı hansı abidə Naxçıvanda yerləşir? Xeyr, uşaqlar, Nizami Xatun türbəsi, B variantı. Nurayın Alisaya münasibətini ifadə edən sədaqət, çünki onu heç nəyə dəyişmirdi, Alisanı istəyirdi. Nurayın məktubları əslində kim yazırdı? Xeyr, Kamil baba, B variantı. Kamil baba haqqında deyilən fikirlərdən hansı yanlışdır? Nurayın şıltaqlığı onu əsəbləşdirir? Xeyr. Hədə yanlış istəyir, elə B variantı düz yazıb. Sonra keçək. Deyir, mətnə əsasən düzgün fikri seçsin, seçək. Kamil baba itirmiş gənci tapıb. Xeyr, onu tapmadı, yenisini aldı. Daha böyüyünü Alisa marşrutçudur, düzü Şuşanın yuxarı hissəsində yerləşir. Bəli, Nizami Əqrə Gəncənin mərkəzində deyil, girişdə, mərkəzdə deyildi. Digər video A variantındakı mətnlə eynidir, yəni orada da daha ətraflı, geniş izah etmişəm. Əgər bu izah sizi qane etməzsə, sadəcə variantları qeyd edirəm ki, əksəriyyətinizdə variantlar fərqli düşür və yoxlayanda da təxminən nə qədər düz yazdığınızı yoxlayanda da çaş-baş qalmayasınız. Hansı fikir hekayənin əsas ideyası ola bilər? Bəli, D variantı. Nə üçün baba məktubu oxuyan Nuraydan icazə aldı? Çünki Nuraya gəlmişdi və o oxuma yazmağı da bilmirdi. Bu da mətn maraqlı bir mətindir. C variantında olduğu kimi targidaların deyir, tardiqratların deyir soyasının uzun ömürlü sirri kimi qeyd olunan uzun müddət yemək və su olmadan yaşaması, bir də mühitdə sağ qalması 2-4, bəli uşaqlar A variantı yoldaşınız düz yazıb. Mətnə əsasən tardiqratlar soyası haqqında hansı fikir doğrudur? Müxtəlif temperaturunda şəhərdə sağ qala bilirlər, bəli uşaqlar B variantı. Tadriqatlar soyasının mətnəki digər heyvanların fərqli cəhət mikroskopla görünməsi çox kiçik olduğuna görə, yəni səhv yazıb burada D-dir. Üstə gərək qoydum. Alimlər tardiqratların hansı xüsusiyyətini sirrini hələ tam aça bilməmişlər? Yuxu rejimlərini. Uzun müddətli yuxu, yəni burada C variantıdır. Lira quş ilə bağlı hansı fikir doğrudur? Düşməni gizləmək üçün ağacın budaqlarında gizlənir. Xeyr. Səs təqnub etmək və müdafiə olmaq üçün istifadə edirlər. Bəli. D variantı olmalı idi. Sonra mətnə sizən lira quşu tərkib etdikdə nə edir? Ağacların hündür budaqlarına qalıb suya girək, sürətlə qaçıb sıx kolların arasında gizlənir. A variantı. Kvokalar deyirdi ev pişiyinə bənzədirdi. Burada C variantı olacaq. Sonra kvokalar niyə həmişə xoşbəxt? Çünki ağız quruluşları, üz cizgiləri ilə idi, ona görə C variantı. Mətnə görə kvokaların xüsusiyyətləri haqqında fikir doğrudur. Bəli, dözümlüdürlər. D variantı düz yazıb. Niyə aksolot özünü yenidən yaradan canlıdanır? Çünki özünü bərpa edə bilirdi. A variantı düzdür. Bu da variantı. Qalanını dəyişmək istəyirəm. Aha. Müəllif niyə aksolotun qolunu Lego parçası ilə müqayisə edir? Çünki bərpa olma prosesi oxucunun təsəvvüründə aydın canlandırmaq üçün. Bəli, C variantı olmalı idi burada. Mətnin yazılmasında müəllifin əsas məqsədi nədir? Təbiətdəki hər bir canlı özünə məxsus bir gücə malik olduğunu göstərmək. Bəli, ən axırıncı abzasda da onu deyir. Və deyir, abzas başlısı verib, aşağıdakı hansısa hissə başlıq ola bilməz. Texnologiya təbiətdən üstündür, elə A variantı ola bilməz. Qalan məsələn canlı yoxdur, hər canlının öz bacarı var, gücü fərqli ola bilər, fikirləri də uyğun ola bilər. Lira quşu haqqında deyir, mətndən bacarıq səs yazan cihaz olduğu deyilir. Müəllif canlı quşu cihaz adlandırması əsaslandıran hissəni mətndən seçib yazın. Uşaqlar, burada da baxın. Deyir ki, bizə dəqiqə. Bu quşun deyir, təkcə quşların əməlidir, ətrafda işləyən şeyi təqlid edə bilir və hətta deyir, bu lira quşudur. Bu hissələri yazsaz kifayət edər. Belə keçək indi riyaziyyat suallarına uşaqlar. Və ekran bölüm yeri.
Görək enerjimiz çatacaqmı? Əsmər xala böyük bankada saxladığı 2 litr 400 milli bəkmənzi 250 litrlik kiçik bankada doldurmağı satıb satmaq istəyir. Tam doldurar. 2400 milli olur 2 litrimiz millilitrə çevirəndə. Bunu da 250-yə böləndə uşaqlar 5 dəfə olsa 5 dəfə 250-miz 5 dəfə 1000 yox bu 8 dəfə 8 dəfə 0 8 dəfə 5 40 8 dəfə 2 16 hə 400 milli qalır. Bizə də məcbur neçə bankanı tam doldurmaq olduğunu deyir. 8 dənə B variantı olmalı idi. Burada cavab B olmalı idi uşaqlar. Sonra fiqurun deyir hər birinin sahəsi 4 kvadratdan ibarətdir. Fiqurun perimetrini tapın. Sahəsi 400-ə nəyə vuranı 81 eləyir? Bax elə yazıb 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə 9 var deyə perimetr 90, yəni burada cavab B variantı olmalı idi. Sonra avtomobilin deyir 4 saat ərzində hərəkət aşağıdakı xətti diaqramda təsvir olunmuşdur. Xətti diaqramda verilən məlumatlar siz avtomobil 4 saat ərzində getdiyi yol ilk 1 saat ərzində getdiyi yoldan neçə kilometr çoxdur? 1 saatda nə qədər gedib? 100 kilometr yol gedib bizə 1 saata. 4 saat nə qədər? 200. O da 100. Bəli, burada artıq düz yazıb B variantıdır. Deyir Şəbnəm Aynurdan 3 yaş böyükdür. Baxın Şəbnəm, Aynur, Murad. Şəbnəm Aynurdan 3, Murad Aynurdan 2 yaş kiçikdir. Şəbnəmin 18 yaşı var və Aynurdan 3 yaş böyükdürsə Aynurun 15. Murad da Aynurdan 2 yaş kiçikdirsə Murad da 13. Muradın neçə yaşı var? 13. Bəli uşaqlar A variantı. Sonra ifadənin də qiymətini hesablayın. Birinci bölməni həll edəcəyik. 72-ni 2-yə böləndə neçə düşür? 16. 16-nı da 6-ya vuranda, baxın 16-nı vuracaqsınız 6-ya 96. 34-ün üzərinə də 96 gələcək. Düzüm getdi. 6 6 36 96. Bu da eləyəcək 13 130. Bay. Bu niyə yox? Nəyəsə səhv bölmədik ki bizə 72-ni 2-yə böləndə 36 düşür. 36-nı da 6-ya vuranda 6 6 36 18 216 bu eləyir. Üzərinə də 34-ü gələndə 250. Yəni D variantı düz yazıb yoldaşınız. Nə güclü hesabladım amma. İndi keçək bu birisinə. Deyir ki, düzbucaqlı koordinat sistemində kvadratın 3 təpə nöqtəsi təsvir edilmişdir. Kvadrat 4-cü təpə nöqtəsinin koordinatlarını tapın. Baxın, 4-cü budur. Bunu deyirsə, bu da 7-nin 8-ə. Xeyr, uşaqlar səhv yazıb C variantı olmalıdır. Sonra eni 4 cm, uzunluğu 8 cm olan 3 yeni düzbucaqlı şəklində göstərildiyi kimi düzərək yeni bir düzbucaqlı əmələ gətirmişdir. Alınan yeni düzbucaqlının perimetrini tapın. Uzunluğu 8 cm olan eni 4 imiş. Eni 4 cm, uzunluğu 8 cm, 3 yeni düzbucaqlı şəkildə göstərildiyi kimi düzərək yeni bir düzbucaqlı əmələ gətirir. Bunun uzunluğu 8-dirsə, deməli bura artıq oldu 12. Bunun da enləri 4 4, bu da eləyir 8. Deməli 8-in 12-yə, bunun da perimetrini istəyir. 20, 20-ni də 2-yə vuranda 40. Bəli, burada cavab C variantı düz yazıb. Sonra keçək bu bir suala. 4 növ məhsul var deyir. Həmin məhsulları planşet, telefon, kompüter və qulaq satan A mağazasında bir həftə ərzində satılan məhsulların sayını göstərən diaqram verilmiş. Bir həftə ərzində A mağazasında nə qədər məhsul satılıb? Baxın uşaqlar. Telefon 12, planşet 8, kompüter 4. Biz sizdə oxuya bilirik diaqram. Qulaqlıq da 10. 20, 10, 30, 34. Bəli uşaqlar B variantı düz yazıb. Sonra keçək burada 4050 digər variantlarda izah eləmişik 90 45-ə sayəsini tapırsınız. Sonra burada da 6 qab düzdür. Digər izahlarda da qeyd eləmişik ki, həmən bütün variantlarda var bu sual. Girib baxa bilərsiniz. YouTube-da kanalda var. Sonra keçək 41 fərqli sualdır. Deyir ki, qaçış üzrə yarışda iştirak etmiş şagirdlərin qaçış müddətləri verilmişdir. İştirakçılar cədvəl səsən hansı şagird yarışı birinci bitirmişdir. Musa 4-də 1 saat deyirsə, 4-də 1 saatımız 60 dəqiqədir, 15 dəqiqə qaçıb. Musa 15 dəqiqəyə qaçıb. 960 saniyədir. 1 dəqiqə 60 saniyədir. 966-ya vuram. Burada düşünürəm ki, 6 dəfə.
6 dəfə 0, 6 dəfə yox, 96-nın içində 6, yox 9-un içində 6, bir dəfə 6, 36-nın içində 16. Bu 16 dəqiqəyə qaçıb. Bu 18, yenə 3də 1 saatımızı da yenə 60-a vuranda neçə eləyir? 20 dəqiqəyə də bu qaçıb Nərmin. Sən deyir ki, birinci kim bitirib? Ən az gedən, əlbəttə ki, Musa. Və bunu artıq səhv yazıb. Burada cavab D variantıdır. Sonra keçirik digər suala. Deyir ki, 354.508 ədədi rəqəmlə yazılışıb. Bəli, uşaqlar A variantı düzdür. Şəms bütün şəkər bura düzəltdi. Burada da 12 və 18 olacaq. Ona görə cavabımız 30'dur. Yəni burada cavab C variantı olmalı idi. Səhv yazıb. Sonra burada deyir ki, 937 baxım eyni sualdırmı? Eyni ədəddir bir. 5-in 6-ya məncə düz yazıb bunu. Bəli, B variantı böləndə uşaqlar 5 dəfə 8, 18. Burada da 6. Bir də 6 olur. Bəli, B variantıdır. Burada uşaqlar, baxın 1, 2, 3, 4 dənə kibrit cüt. 1, 2, 3, 4, 5, 6, 7 dənə. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə. Hamısı üst artır. Digər videolarda daha geniş izah etmişəm. Artı olacaq 13. Sonra olacaq 16, sonra da olacaq 19. O birisindəki fiqur artıq 19 olacaq, yəni D variantı. Sonra burada cavab yenə bunu səhv yazıb. Yoldaşınız 77 AZN eləyəcək. Cavab burada 77 AZN-dir, yəni B variantıdır. Digər videoların izahında da daha ətraflı, geniş çəkmişəm. Girib aydın olmasanız baxa bilərsiniz. Baxaq sonra 47-ci suala. 47-ci suala video falan dayanmayıb ki. Nurlan 7 sayda kubu bir sıraya düzüb kuboid düzəltdi. Aşağılar bayaq digər videoda da çəkib, hətta qəşəng maraqlı şəkildə də göstərmişəm. Yenə də deyirəm, digər üzü göstərilirsə, yəni bunun bir kubun 6 dənə üzü var da, burada artıq 5, çünki biri ortada qalır. Sonra 4, 4, 4, 1, sonra 4, 2, 4, 5, bir dənə də 4, ən axırıncı yenə 5 üzü rənglənəcək. Hamısı bir yerdə də 20, 10, 30. Yəni A variantı eləyir. Sonra bir velosipedçidir. 3 saata 36 km gedir. Yəni uşaqlar 12, 36-nı 12-yə vuranda sürəti 12 imiş. Sonra alt dəfə artıran motosikletçi 72 sürətlə 4 saata nə qədər gedər? 288 D variantı. Bir ədəd 3 dəfə artırıb. Baxın 1 vur 3. Bu niyə bu rəng oldu? Üzərinə də 5 gəlirsən 20. Bu da digər variantlarda var idi. Olduğu kimi qalır. 20-dən 5 çıxanda 15. Nəyi 3-ə vuranda 15 edir? 5. Bunu düz yazıb yoldaşınız. Sonra deyir aşağıdakı burada cavab B variantıdır uşaqlar. Digər variantlardan eyni sualdır. Sonra buraya gələndə bəli uşaqlar bu da eyni sualdır. Burada da yenə C variantıdır. Düz yazıb yoldaşınız. Burada kimlərin adı var? Aynur, Samir. Baxın, birdən fərqli sual var. Şərti birdən daha dəqiqli baxım. Bu digər variantlarda baxdım. Səhvli olmuş. Məsələn, çərşənbə. Burada çərşənbədə səhvli eləyib. Bir də burada səhvli eləyib. Ona görə heç biri düz deyil. Yəni, burada cavab C variantıdır. O da digər variantda var idi. Sonra bu uşaqlar, bu da həmənki, yəni C variantında var idi. 53-cü sual. Baxın, qonşu hasar çəkir. Deyir ki, sağ ol, pulun cibində qalsın. Niyə belə eləyir arada? Bir dəqiqə. Deməli uşaqlar, burada deyir ki, lazım deyil. Burada da darvaza 7 yer tutur deyə 8 qalır. Burada 20, 20, 20 bu tərəfə, 20 bu tərəfə. Perimetrini tapmalıydı. Baxın, bizə də asan oldu. 20 üstəgəl 8 bərabərdir 48. Bəli uşaqlar, B variantı. Sonra mağazanın deyir, birinci gün bəli, eyni sualdır. 600, bu birisi də nə qədər idi? 1100. 1100-dən də 600 çıxanda 500 C variantı olmalı idi uşaqlar. Sonra bu birisinə baxaq. Baxın, bu fərqli sualdır. Bu heç bir variantlarda yox idi. Deyir, 60 arasında hansı meyvəni daha çox sevirsən sualı sorğu keçirilib. Baxaq. Aşağıdakı hansı nəticə bu sütunlu diaqrama aid ola bilər? Baxın, banan. Bunun üzərində niyə rəqəmləri yazmayıblar ki, başa düşmədim. Heç nə, biz ən çoxu götürək də. Deməli, banan ən çox hissəni əhatə edir. Ona görə cavab görür yoldaşınız D yazıb, banan. Sonra ardınca alma gəlir, bəli. Sonra gilas, sonra da şaftalı, bəli, bəli. Elə D variantı uşaqlar.
Sonra keçək bu birisinə. Deyir ki, bax bu da fərqli sualdır. Artıq 56, 57 fərqli sualdır. Deyir ki, baxaq. Ümumilikdə 846 ədəd ağac əkəcək. Bunlardan 550-ci 846-dan 550-si söyüd ağacıdır. 6, 14-dən 5 çıxanda 9, 7-dən də 5 çıxanda 2. 296 nədir? Palıd. Əkəcək palıd ağaclarının sayı söyüd ağaclarının sayından nə qədər azdır? Söyüd 550 idi. 550-dən də 296-nı çıxıb görüm nə qədər azdır. 4, 14-dən 9 çıxanda 5, 4-dən 254. Bəli uşaqlar, bunun yoldaşınız səhv yazıb. Cavab burada B variantıdır. 254. Sonra nə deyir? Deyir ki, bir ədəd söyüd ağacı havaya ildə təxminən 50 kiloqram, bir ədəd palıd ağacı isə havaya ildə təxminən 100 kiloqram oksigen buraxır. Əkiləcək hansı növ ağaclar ümumilikdə bir ildə havaya daha çox oksigen buraxacaq? Cavabınızı əsaslandırın. Ümumilikdə 50 kiloqram bir dənə söyüd ağacı. Bizə dəqiqə söyüd ağacı nə qədər idi? 550. 550 bir ildə 50 kiloqram artırırsa, bu 550-dir. Sonra deyək ki, bir ədəd palıd ağacı isə havaya ildə təxminən 100-dən. Palıd ağacından nə tapmışdıq bayaq? Bayaqki variantlara bir dənə indi çıxmağın dərdindən. 296 da palıd ağacı tapmışdıq. 296-nı da bu hər il 100 kiloqram apardığına görə, yəni palıd ağacı deyir ki, ildə 100 kiloqram oksigen havaya buraxır. Ona görə də biz nə edəcəyik? 100 dənə palıd ağacını vurmalıyıq. Onun üçün də nə edirik? Kalkulyatorumuzu açırıq. İndi siz orada hesablarsınız, mən vaxt getməsin deyə. 296 palıd ağacını vuracağıq 100 kiloqram. 29600 palıd ağacı hava verəcək. Oksigen. Və söyüd ağacı nə qədər idi? 550 dənə də söyüd ağacı idi. O da nə qədər verir? 50 kiloqram. 27500-də söyüd ağacı havaya oksigen verir. Və sənə axırda nə deyir? Deyir, ümumilikdə bir ildə havaya daha çox oksigen buraxacaq. Hansı ağac? Hansı ağac? Əlbəttə ki, palıd ağacı daha çox oksigen buraxacaq. Heç bunu yazmamışdı, vurmamışdı. Deyərdim ki, 100 kiloqram daha çox olur. Neysə, amma vurduqda daha yaxşı cavab tapa bilərsiniz. Sonra keçirik 58-ci suala. Bəli, yoldaşınız düz yazıb 135 dərəcəni göstərir. Sonra 59-cu suala baxaq. Deyir, Seymur eyni şokoladdan 3 ədəd aldı. O bu şokoladlar üçün kassaya 2 ədəd 5 manatlıq verdi. Kassiyona 1 manat 9 manat qaytarıbsa, 3 ədəd alıbsa, bir dənə şokolad 3 manat imiş. Çox bəsit sualdır uşaqlar. Bu 2-ci, 3-cü sinif səviyyəsində. Yəni bunu düz yazacağınızı inanıram. Bu da bütün variantlarda da eyni olduğu kimi də 7210 cavabdır. Bu qədər. Sağ olun, salamat qalın. Sizə həyatınızda bol-bol uğurlar arzu edirəm.